oturur Leipzig'də özü üçün xurma yedizdirir bura. Çox maraqlıdır ki, Barselona'nın son 2 oyunda Barselona'ya qarşı hat-trick oldu. Interdən özünüzü gözləyin də. Inter bunu səncə razıla bacaracaq bunu. Mallorca da kifayət qədər belə də komandadır, mazgə eləyən komandadır. Osimhen özü belə eləyir. Ay ağsaqqal, bu düzülüşlə Arsenal oyunlarını oynamaq olmazdı mı? İndi Lewandowski olmasa, Ferran Torres olsa, Ferran Torres'un qolundan olmayacaq. Adını niyə çəkirsən axı sən? Hadi futbolçu, hadi. Bir-birinə pas verməyəndə o atakda şey pozulur. Axırda cındır Rodrigo çıxır getdim. Yəni o qələbə deyildi də. Başlayaq Qərb Ekspresinə. Bu 34-cü buraxılışa başlayaq. Necəsiz uşaqlar? Ələkbər fanlarını təbrik edirəm. Gözünüz aydın Ələkbər qayıtdı. Bəli, yenə bir həftədən bir gəldi. Bəli. Burada paz mənəm pastayana. Bəli, mən 2 ləzgi paz olub gəlib. Son həm podkastda şərhlərdə çox yazılmışdı, həm də Çempionlar Liqasına ümumiyyətlə Barselona azarkeşlərindən bizə belə bir irad var ki, Barselonadan az danışırsınız və onlara buradan bir xoş xəbər verirəm. Biz bugün açılış edirik Barcelona Celta Vigo oyunundan və verilişin bir geniş hissəsini Barcelonadan danışacağıq. 400 Barcelona oldu, çox gözəl oyun idi. Barcelona fanları misal üçün indi okeydə baxacaqlar, hamısını salamlayıram. Prosta yəni o qələbə deyildi də. Niyə? Məncə də. Burada Şezneyə sarı verməlidirlər, penal olmalıdır. Inigo Martinez'e qırmızı verməlidir. Xarakterdə əsas. Burada sən də mənə bağışda 2 Dadiba. 100%'lik biri penalti, biri qırmızı vərəqə verməyəndə Dadiba olacaqdı da. Prosta biraz maraqlı olardı ki, hal itirsəydi Barcelona ki, mübarizə daha da gərginləşəcəkdi. Yox, məncə orada pofikdir. Kim xal itirir, kim xal qazanır. Prosta mən oyuna baxıram. Bax, Şeznenin momenti var orada. Şezne o Baksorski oynandı. Deyəsən İglesiasın bam qoydu belə. İglesias belə çöktü də. Dünya çempionatında o Messi'yə belə toxunmuşdu prosta. Orada penal verdilər, plus sarı vərəqə də verdilər. Amma burada nə sarı vərəqə verdilər, nə penal. Heç də elə bir iş olmayıb. O Messi'dir deyə. Hə, o Messi'dir. İndi prosta Messi'nin komandasında oynayır, hər şey eləmək olardı. Yəni mən ümumiyyətlə bu Barcelona və Real fanatları arasında mən qıraqdan bir fanat kimi, futbol fanatı kimi baxıram və biraz gülməli gəlir mənə. Barcelona fanatları Real fanatları deyir ki, studyalar sizə kömək eləyir. Real fanatları eyni söhbətləri səhər-sü gün düzəldirlər Barcelona haqqında. Amma ortalıqda baxırsansa, yəni eyni şeydir. O 2 dənə klubu studyalar həmişə harasa daşıyırlar. Yəni bu həmişə belə olub da, Lüboy vaxtı belə olub. İndi kimi Real'ın prime vaxtında daha çox Real'ı eləyirdilər. Barcelona prime vaxtında daha çox Barcelona'nı daşıyırdılar. Amma yenə də yəni bu Barcelona'nın xarakteri var da. Yox, bu Barcelona zor Barcelona'dır. Bura söhbət bundan getmir. Prosta mən deyirəm ki, belə şeylər biraz kölgə salır da. Yəni Celta çox əla oynadı. Celta mən o Iglesias partlatdı. Inter məsələsi misal üçün. Əgər Celta bunu bacarırsansa, Atletico bunu bacarırsansa, yəni Interdən özünüzü gözləyin də. Inter bunu səncə razıla bacaracaq bunu. Və Inter o gic qolları da buraxmayacaq. Yəni gördü yarısı ilə daha. Və dansız. Çempionat onlarda. Yox, əsas Barcelona da qalır. Və Barcelona çox əla oynadı əslində. Birinci tərim deməzdim, amma ikinci tərim çox əla oynadılar. Topa sahib oldular. Çünki o da bir səncədir. Məncə biraz Celta oyuna baxırdım və Celta biraz 3-1-dən sonra dedi ki, Alexia da oyna. Özünə inan var idi. Biz ən azından bir haldan gedirik. Ən azı bir haldan gedirik və hücuma çıxmırdılar, brat. Topu verdilər Barcelona'ya. O pisdir də. Və topu Barcelona vermək olmaz. Bəlkə Real'dan indiki Real'dan bu keçərdi. Hə, Real udacaqdı. Bəlkə 3-1-dən sonra Real amma Barcelona yox. Bir dənə prosta moment var ki, məncə Barcelona məşqçi heyətindən kimsə bizim liqaya baxır. Çünki orada bir dənə moment vardı, bir dənə qaqaş planşeti sındırdı belə. Biz baxırıq qurban görsən. Bəli. Qurban eləmişlər bu pikdir də. Ümumiyyətlə çox maraqlıdır ki, Barcelona'nın son 2 oyunda Barcelona'ya qarşı hat-trick oldu. Çünki Dortmundun oyununda da Gerasi hat-trick eləmişdi. Son verilişlərdən sonra belə bir hissiyata qapılıram ki, mən də izləyicilərimiz Ziyanın cəbhəsinə qoşurlar Barcelona xeytir olaraq. Qətiyyən elə bir şey yoxdur. Amma mən həqiqətən bir neçə ay əvvəldən etibarən bunu dedim ki, Barcelona müdafiəsi güvən vermir. Borxanın hər 3 qoluna baxın. Barcelona'nın bu ilki Barcelona'nın müdafiə xəttini tətbiq elədiyi ofsayd tələsi işləmədi və əkslərinə öz əleyhlərini işlədi. Yəni Barcelona bu Flikin Barcelona'sının 2 dənə əsas pointi var da. Biri pressing, bir də offside tələsi. Onlardan biri işləməyəndə bu çökür. Ki bu tək Flikin özünün məşqçilik karyerasında da var da. Bu Bavariya örnəyi var idi. Birinci mövsüm bomba kimi işlədi, ikinci mövsüm birdən detal, o press detal çökən kimi Flik göndərildi. Vacib bir mərhələsindədir çempionatın Barcelona. Bugün
Yəni sabah verir çıxanda artıq Mallorca ilə görüş olacaq. Mallorca da kifayət qədər belə də komandadır, mazgə eləyən komandadır. Bu dəqiqə onsuz da Barselona fikrində El Clasico'dur. Və sonra Inter El Clasico çox pis bir qrafikdir. İndi mən sizə qrafikini oxuyum. Mallorca oyunu sən dediyin, 27 apreldə Real'la Kubok oyunu var. 30 apreldə evdə Inter'lə oyunu var. 3 mayda Valladolid səfəri var ki, bu nəsə rahatdır. 6 mayda Inter sonra Real. Inter səfəri, sonra da Real'la lig oyunu və belə bir məsələ var ki, Lewandowski zədələndi. Və rəsmi Barcelona tərəfindən açıqlanan odur ki, 11 may Real Madrid oyununa qədər olan heç bir oyunda Lewandowski olmayacaq. Mən eşitdim ki, bu birinci Interlə oyundu və kubok finalı heç olmayacaq. Amma Inter ikinci Inter oyuna gəlib çıxa bilər. Rəsmi açıqlama o istiqamətdə ikinci Inter oyununa da çatmır. 3 həftə deyil, o qədər razı. Yəni Inter oyunlarının heç birinə çatmır. Bəlkə cüzi bir ehtimal ikinci oyuna çatsın, amma böyük ehtimalla çatmayacaq. Yəni hər nə qədər bu Flick'in pres komandası üçün və müdafiə tərəfdən yaşlı Lewandowski ağırlıq olsa da istər-istəməz komandanın qol yükünü böyük bir hissəsini çəkir. Adamın bu yaşında vurduğu qol statistikaları möhtəşəm. Plus da brat Lewandowski'nin olması meydanda indi okey də qıraqdan baxan, yəni futbolu dərindən analiz etməyi bacarmayan azarkeşlər elə bilər ki, Lewandowski orada elə belə durub ki, onun olsun 25 gol vurub heç nə eləmir. Amma Lewandowski çox əla maqnitdir. Yəni bütün müdafiəçilər Lewandowski tutulur mərkəzdə. Inter'lə oyunda məncə çox böyük bir Barcelona tərəfdən böyük bir plus olacaq. Çünki Inter Lewandowski bağlaya biləcəkdi məncə. Mən belə fikirləşirəm. Amma indi taktika dəyişəcək. İndi bilinmir necə, hansı taksikadan çıxacaq bu dəqiqə. Mən inanmıram ki, Inter hazır olsun o yeniliyə. Yox, sən fikirləş ki, əgər Yamal'la Rafinha da həmişə yəni meydanda space çox var idi onlarda. Nə yazmışlar? Пространство, короче. Space lan. Yox, Azərbaycanca. Geniş mövqe. Açıq zona. Açıq zona, oy belə. Açıq zona çox var idi orada. Və bu açıq zonalar sırf Lewandowski'yə görə açılırdı. İndi Lewandowski olmasa, Ferran Torres olsa, Ferran Torres olmayacaq və bütün diqqətlər olacaq Rafinha və Ferran Torres və Yamal üzərində. Və biz bilmirik Yamal'la Rafinha bu presdən necə çıxacaqlar. Həmin o, yox, yaxşı. Söz verirəm sənə. Yox, yaxşı çıxacaqlar bura. Amma bir səncədir, biri var, sən dəqiq oynayırsan, məsəl üçün top Pedri Yamala, Lewandowski buradan açılır, iki müdafiəçi Lewandowski'nin dalınca qaçır, Yamal göndərir Rafinha boş mövqedən qaçır, gol vurur. İndi bu Lewandowski faktoru yoxdur. Və müdafiəçi həm orada olacaq, həm burada olacaq. Fermin. Bastoni üçün Fermin bir sənə resmi çıxardı da burada. Sən indi bax, Lamine Yamal ilə kim orada olacaq? Məsələn, çox güman ki, orada Di Marco bu tərəfdədir. Di Marco ilə Rafinha yəqin ki, qarşı durması olacaq. Orada da Joao Carlos'dur, kim deyirsə də Carlos Augusto. Plus Dumfries var da burada. Dumfries yoxdur, zədəlidir. Ona görə yəni burada yeyəcək məncə. Bəs həmin oyun üçün müdafiə üçlüsünün setupın başqa cür qrup Dumfries əvəzinə Benjamin Pavard'ı çıxara bilər. Pavard'ı çıxara bilər, bəli. Pavard indi son ki daha məncə daha güvənilir və müdafiə yönü daha ağır. Təcrübəlidir həm də məncə. Pavard'ı qoyacaq düz Rafinha'nın üstünə Apeka. Ki yapış da buna. Yapış. Amma burada çox şey asılı olacaq ortadan. Yəni orada bu dəqiqə yəni Çalxanoğludur. Mıxtaryandır. Onun adını niyə çəkirsən axı sən? Futbolçudur. Plus da Barella var. Barella, orada da Pedri'dir, Gavi'dir. Məsələn orada qarşıdurma olacaq. Mərkəzi udan bu oyunu çıxacaq. Mərkəz çünki flanqlar oyun mərkəz üstündə gedəcək bu açıq. Flanqları məncə Inter zaten utdu. Flanqları Inter zaten utdu. Çünki Barcelona high defense oynayır. Flanklar Inter'ində. Meydanın mərkəzi plus sən əgər Barcelona çox hündür blokdan oynayır deyə Inter'in müdafiəçiləri də yarım müdafiəçi kimi olacaqlar və burada Inter'in daha çox oyunçulara sahib olacaq. Barella, Mıxtaryan, Çalxanoğlu, Bastoni və De Vrij Pedri'yə qarşı. Prosta bir moment var ki, bu dəqiqə hər iki komanda öz pikdən elə bir balaca düşdü aşağı. Çünki həm çempionatda olan bir oyun uduzub da Inter'də. Nə olsun? Bir oyun yox. Bundan qabaq nə edib ki? Necə eləyib də? Yəni dalbadal heç əsərdə. Bir məsələ var ki, zəifləyib də o performansı komandanın. Bir məsələ var ki, mən Interin öz maksimumunu Serie A-ya verdiyinə inanmıram. Necə ki, Manchester United və bir neçə Premier Liqa klubu üçün Samir həmişə bunu deyirdi. Öz maksimumu verməsəydi. Inter Bavariya ilə maksimum. Lautaro oturardı. Bavariya nə edirdi? Sürürdü. Yox, maksimum oynayırdı Inter Bavariya ilə. Inter Bavariya ilə zapasla oynayırdı. Zapasla oynayırdı ki, zapasla oynamaq söhbəti yoxdur. Var. Sadəcə olaraq Bavariya öz toyluğundan o 1-0-dan sonra itirirdi momenti. 2 də
Moment, Uglavoy, dank soxdular Sizcə bunlara. də O çox Inter Bavariya itirdi. Zaşitə çox öz müdafiəsinə Filip Bavariya, Simone Bavariya. çox güvənir. Bavariya orada Simon yox idi. Simonluq bir şey yox idi. Bavariya konkret özü vurmalı idi üçüncüdən. Milan faktı. Milan faktı deyil. Yəni Tanışmam. demək istəyirəm ki, qaqaş Klozen klubu deyil Bavariya buratana. Ya da orada deyirəm Bavariya o oyunda hamı baxırdı da oyunda. Bavariya udmalı idi. Və ən azı ekstra aparmalı idi. Bavariya bir dənə vursaydı Inter naxudu bir dənə vurardı. Yəni həmin oyunu biz lojada danışmışdıq. Bu Bavariya itiri finala çıxarmaq istəyir amma alınmayacaq. Bavariya həqiqətən çox yaxşı oynadı, amma mən qələbəyə layiq oynadığını düşünmürəm. Yəni bu yarımfinal mərhələsində oynayan komanda 1-0 əldə etdiyin momentdən sonra ard-arda 2 dənə o sürətdə və yenə deyirəm, mən də o qənaətdəyəm ki, maksimumu verməyən komandadan 2 top buraxmazdı. Bu məsələ öz yerində. Yəni Çempionlar Liqasına qayıtsaq, Barselona və Inter oyunlarına, yəni bu Celta Vigo oyunundakı kimi Barselona müdafiəsi yenə dayansa, Lautaro Martinezdir, Thuramlardır və yenə də arxadan gələn Inter yarım müdafiəçiləri olsun, çox pis cəzalandıra bilərlər. Ki bir məsələ də var ki, Dortmund oyununda da Barselona Dortmund üçlü müdafiə oynayırdı, Inter də üçlü müdafiə oynayır. Üçlü müdafiələrə qarşı Barselona hücumunun da biraz təkərə düşdüyünü gördük ki, Dortmund müdafiəsi də elə əsaslı bir müdafiə komandası deyil. Inter'in qrafikini görək də, məsələn, Martin Thuramdan Inter'in qrafikini mən sayacağam. Biz Bologna oyununa birazdan keçəcəyik. Orada Inter'in qrafikini də sayacağım. Amma bir dənə Lewandowski'nin yoxluğunda belə bir variant. Burada 3-1-dən sonra 2 əvəzləmə eləyir də, səhv etmirəmsə Flick Olmo ilə Yamal atır. Yamal asist eləyir, Rafinha qol vurur, amma Olmo da pis oynamır. Bir penala səbəbiyyət verir, 4-cü qolu Rafinha vurur. Olmadı demək olar ki, qazandırdı o gəlib. Mərkəzdə bəlkə Lewandowski'nin yerinə Folstein kimi Olmo'nun yoxluğu. Çünki Fernan Torres okey, müəyyən oyunlarda Lewandowski'nin oyununa əvəzləmə olaraq girirdi, amma son 5-10 dəqiqədə oynayırdı. Amma Olmo orada başqa bir ritim verə bilər Barselona hücumuna. Plus da Temo bir sənədir, burada Inter'in yarım müdafiəsi yorulmur. Nə Barella, nə Gendret, nə Çalxan yorulmurlar. Yəni bu üçüncüsü yorulmur. 90 dəqiqə plus məsələn amma Çalxan yorulur. Zelenski Çalxan yerinə məsələn Zelenski girə bilər. Travmadır. O vaxtı bəlkə düzələr də burada. O vaxt düzəlib ki, 2 aydan sonra olacaq. Gələn həftədir hocam. Fixlin Fratezi də girə bilər, biraz qabağa gedər. Fratezi o deyil də, Fratezi biraz qabağa gedər. Barella məsəl üçün daha arxaya çəkilər. Onun ki oynamışlığı var orada. Aysa və o pressingə Inter rahat dözəcək. Prosta Barselona o Inter'in o ötürmələrə, inversiyalara dözəcəkmi? Problem budur. Hə, çünki o Inter 3-0 aparsa Barcelona 4-3 eləməyəcək. Çünki Bastoni'nin arxadan atdığı uzun paslardı, Hakan Çalhanoğlu'nun atdığı paslardı. Onlar birinci oyunda qələbəyə çıxmayacaq. Inter taktiki oyun. Oyunun razıyam. O məntiqli olan da odur. Sən Camp Nou səfərinə gedirsən. Camp Nou deyil də. Camp Nou yoxdur. Camp Nou-nun Temo'dakı versiyası. Hə, Temo'dakı alınmış Camp Nou-da. Yəni Barselona səfərinə gedirsənsə, sən ilk oyunda yəqin ki, mən də o fikirlə razıyam ki, maksimum qələbə üçün yox da həm rəqibi çözmək üçün, həm də buradan hansı xeyirlə çıxa bilərəm. Simeone biraz da məncə burada şey də eləyə bilər. Üçüncü bir Çempionlar Liqasını göstəriyoruz ki. Barcelona overall danışırıq ki, Barcelona zərf işdən ürəyi rahat. Simeone misal üçün Camp Nou-da 0-0 oynasa, Barcelona gol vurmasa, oy belə ikinci oyunda yəni aparacaq 100% bura. İtaliyada şov. Çünki Barcelona, представь elə Barcelona gol vura bilmir. Yəni bu komanda şok yaşayacaq. Mən necə ola bilər ki, gol vurmadım? PSG Barcelona finalı olacaq. Yadda saxlayın. Screen eləyin. Biz öz təxminlərimizi loji demişik. Atalantanın çempion edən oğlan. Ələkbər abinin təxmini də burada aldıq. Atalanta qayıdır ha, sənin az qalıb. Ümid varam. Barselona azarkeşləri az da olsa qane oldu, tətmin oldu bu danışımızdan və mən istəyirəm keçək Real Madridə. Çox danışmaq istəmirəm ki, onsuz da oyunda vacib qələbə idi. Vacib qələbə idi. Valverde sağ olsun. Bilbao kimi çətin komandaya qarşı Valverde hər iki Valverde. Həm Bilbao'nun məşqçisi, həm bu Valverde. Hər ikisi Valverde'dir. Yəni ki Atletico məşqçisi olan Valverde komandaları həmişə stabil müdafiə olmağı ilə tanınırdı. Yəni ümumiyyətlə Bilbao özü də şeydən qayıdırdı, Avroliqadan oyundan. Həm də Avroliqanın finalı bu il Bilbao'da olacaq. Fokuslanıblar finala. Ümumiyyətlə Çempionlar Liqasına da girəcəklər çox güman ki. Biz Avroliqa haqqında danışmırıq, sizin sənin sözünüzü kəsirəm. Yox, bu verilişə danışmaq olar. Amma Avroliqa haqqında Atletico Bilbao'nu konkret daşıyırlar. Ümumiyyətlə bu İspan sevgisi Avropadan. Burada Rangers'ın oyunda penalti və qırmızı vərəqə olmalı idi dəqiq. Oyunçunun koftasını cırıb Brad. Belə dartıb. Oyunçu adının yanında idi kimi idi Rangers'da. Koftanı göstər ki, ay suca. Bax. Pumaydı da. Yəni kofta bir sənə bax, kofta buradan belə cırıldı. Koftanı belə eləyib göstərir Suzyaya. Suzya kim idi? Yəni bilmirəm.
Mən sözlər yadında qalmır axı. Və Bilbao aparırlar. Nəinki Bilbao, ümumiyyətlə Lübo İspan klubu aparırlar həmişə Avropada. Həmişə. Millidən tutmuş şey kimi həmişə aparırlar. Yaxşı aparırlar. Millidən aparılası bir şey yox idi. Nəsə olsaydı onu da aparacaqdılar. Ya məncə Bilbao yəni ümumiyyətlə pis futbol göstərmir, yaxşıdır. Yox, yaxşı, mənim Bilbao həmişə xoşuma gəlir. Və mən istədim ki, mən istəyirəm Betislə Bilbao, ikisi də indi yaxşı gedir. O Villarreal getsin o tərəfdən Çempionlar Liqasına, getsin o ikisi. Betislə bir şey getsin, adı nədir? Bilbao Çempionlar Liqası. Ümumiyyətlə Bilbao da çempionatı 6-da bitirsə və Avropa Liqasını utsa, 6 dənə klub gedəcək. Mən də Real Betisin getməyini istəyirəm, çünki Real Betis Çempionlar Liqasına düşsə Antonin bir dəfəlik alacaq United-də. Orada qırğın oyunlar görür. Ümumiyyətlə bu mövsüm bütün Avrokuboklarda Yurgardardan başqa bütün klublar yaxşıdır. Çox maraqlı deyil bura. Yurgardan necə? Bu oyuna baxmış o dəfə mən. Pik oynayırlar burada. Ana kimlə oynayır? Rapid Vienna ilə oynayır. O fərqi nədir kimin oynayır? İnsan komandanın məsələn Qarabağda kimlə oynayırlar? Qarabağla kimlə Neftçi ilə zad oynayır da. Amma heç olmasa oynayır normal klublarla. O demirəm. Qarabağın sistemi var da. Yurgardan da elə baxırsan, oyuna baxırsan, görürsən ki, bunlar bilirlər nə etmək istəyirlər. Təbii oyun məntiqləri və xarakteri var. Ana sən belə deyirsən, bir İsveç çempionatı oyunlarına baxırsan, o belə məntiq xarakter. Mən yox, o mənim sözlərim prosta deyir ki, mən tərcümə elədim mən. Sən baxmısan, mən baxdım deyirəm. Rapidlə baxmasan oyuna. Qırmızı kartdan sonra hər şey baş verir. Gəl abi, uzaqlaşmayaq Realdan, Real işlər. Real Madridlilər bunlar burası. Oyundan əvvəl idi ya sonra idi. Ancelotti çünki taktiki düzülüşü də dəyişmişdi. Çempionlar Liqasından sonra müəyyən yenilik. Ona sual verirlər, bu 4-4-2-dən çıxdı o Diamond formasında olan. Niyə? X-mız. Bəli. Deyir ki, mən ümumiyyətlə düşkün olduğum nə mənada? Yəni daha rahat olduğum, ən çox oynadığım sxemlərdən biridir və bu sxem müdafiə tərəfini də daha qarantiləyə bilən bir sxemdir kimi açıqladı. Və mən burada Ancelotti'yi ünvanlamaq istəyirəm sualımı ki, ay ağsaqqal, bu düzülüşlə Arsenal oyunlarını oynamaq olmazdımı? Və oyuna fikir verdisə, Brahim Diazla Arda Güler girəndən sonra əslində oyunu çevirdi. Real Madrid də ona qədər də şahım oyun oynamırdı. Yəni çox sıxıcı oyun gedirdi əslində. Orada necə deyim, fərdi ustalıq çözdü. Çox şey özünü göstərdi. Gözəl də gol idi. Çox gözəl qoldu o heç də. Valverde əczağa kimi. Gözlənilməz bir qol. O liderdir də. Belə oyunçular liderdir. Yəni qorxmadı, eləmədi, vurdu. Orada bir moment var idi. Real fanatları sonradan paylaşımlar edirdilər ki, yəni orada offside yoxdur. İndi o paylaşımları eləyən insanlara səslənmək istəyirəm ki, orada Hendrikə top dəyməsə də bu offside sayılır. Çünki Hendrik epizodda iştirak eləyirdi. Və maykadan dartırdı, futbolçu buna görə yıxıldı, top həmin futbolçunun başına dedi, getdi Vinicius'a. Prosta belə kiçik remark. Yəni sudyalar İspaniyada konkretdə, yəni ləpişmədir də burada. Bildiyin ləpişmə. Hə, yəni Real mübarizədə qaldı. Çox böyük bir onlar üçün. Neçə xal fərqi var şeydə? 4-dür. 74 Barcelona'dadır, 70 də şeydədir. 70-71 də Realdadır. 2-4 xal fərqlər var. 4. İndi şəxsi onlara heç, şəxsi onlara qədər belə davam eləsə, orada məsələn Real utsa, amma yenə də əlbəttə ki, çətin görsənir onların çempion olmağı. Amma hələ də qalıblar da mübarizədə. Bəli, bəli. Oyunda tribunadaydı Mbappe cəzalı olduğuna görə və onu oyunda mən tribunadaydım. Mbappe-nin yanında özü. Nə vaxt söhbət elədim. Və fitə basırdılar Mbappe-nin fikir verdisə. Mən hələ də tuta bilmirəm ki, Mbappe, yəni də okey, bu mövsüm müəyyən mənada Realın sistemini pozmuş olsa da, amma yəni pis mövsüm keçirmir. Yəni fitə basılacaq bir mövsüm oynamır Mbappe. Mbappe normal bir mövsüm keçirir. Sadəcə Mbappe'dir, Vinicius'dur. Və belə tipli oyunçular o birisi deməzdim, amma bu oyunçulara Real'dır, başqa Lüboy klubdur, deyil. Onlar klub üçün oynamırlar. Onlar öz ego üçün oynayırlar. Mbappe dəfələrlə olub ki, Neymar'a paslar verməyib, PSG-də oynayanda, halbuki pas versəydi qol verəcəkdi, PSG qalib gələcəkdi, amma verməyib və PSG uduzub. Yəni dəfələrlə belə şeylər olub. Mbappe sadəcə o rekordlar dalınca qaçmaq istəyir. O öz Kumirinin rekordlarının dalınca qaçır. Ay mən bu qədər qol vururum, bu qədər qol vururum. Amma onun Kumirinin çox gözəl bir sözü var ki, mən rekordların ardınca, rekordlar mənim ardınca qaçırdı. Ay sağ. Çünki yəni sən yəni ya Ronaldo kimi olmaq istəyirsənsə, onda 5-dən 4-ünü vur da. Yox, Ronaldo kimi olmaq istəyirsənsə, yəni Ronaldo onsuz da hər yerdə açıqlayıb necə Ronaldo olur, məşq prosesi falan. Ona bax, onu elə də məşq eləyir, bura. Prosta istedad başqa şeydir də, burada. 4-dən 5-ni vurmaq, yəni bu istedaddır da. Ronaldo 4 dənə momenti var idi, 3-ünü qol eləmişdi. Yəni bunda 10 moment var, ikisini vurur da.
O moment var, yəni o məsələ var. Və baxırsan ki, Mbappe yəni pasta vermək istəmir. İndi Vinicius'a, sən oradan Mbappe Vinicius mübarizəsi gedir də, bəyiməyiş. Yəni Mbappe istəmir ki, Vinicius ondan çox gol vursun, Vinicius istəmir ki, Mbappe ondan çox gol vursun. Və bir-birinə pas verməyəndə o atakda şey pozulur. Axırda cındır Rodrigo çıxır yetim. Yetim bütün meydança qaçır sağa, sola, sağa, sola, axırda zəminə onu çıxardır. Komanda üçün ən faydalı oynayan deyil. Və mən fikirləşirəm ki, yəni kimsə bunlardan getməlidir. Yadınızdadır, mən verilişdə demişdim də Vinicius gedəcək. Mənim proqnozum budur, indi görək də. Gedənlərin bu dəqiqə ən populyar olan Ancelottidir. İspan mətbuatı da yazır ki, Perez hətta mövsüm sonunu gözləmək istəmir. Ancelotti'nin mövsüm sonu da yox, yəni da mövsümün bitməyini gözləmir də. Yəni İndi axtarırdı uca. Hə, indidən axtarır. Biz lojan çəkən arada Klopp o reysdə daha irəlidə idi. Amma təksi belədir. Kloppun mətbuat tərəfi onun ki, hazırki proyektdə daha yaxşıdır. Klopp yer istəyir, orada qalmaq istəyir. Mən də Kloppun yerində olsaydım getməzdim. Amma Xabi Alonso indi reysdə önə keçib. Pulu var, sadı var, oturur Leipzigdə özü üçün. Xurma yedizdirir bura. Amma Kloppun gəlməyini istəyərdim. Nəyə görə? Maraq üçün Ligaya maraq qatardı və Klopp Flick dueli. Həm də mən iki Alman artıq La Liga'nın DNA-sında nələr dəyişiblər? Çünki biz indiyə kimi ancaq bir dənə İspan düşüb bütün futbolun DNA-sını dəyişib görə 2 dənə Prosta mən Kloppun bir şey istəyirdim. Bura Klopp ulduzlarla görəsən necə oynayacaq. Ancelotti qayıtsın Milana. Guardiola gələcək Milana. Belə söhbətlər var, bilmirəm. Guardiola gələndir ki. Nə var, hər şey olar. Milan demişkən keçək Inter Bolonya'ya. Inter Bologna oyunundan əvvəl belə bir Bologna Inter üzr istəyirəm 1-0 qalib gəldi. Belə bir maraqlı söhbət var. Biz çəkişdən əvvəl Əkbər abi ilə də bu WhatsApp-da danışmışdıq. Xallar bərabərdir Napoli ilə və 5 oyun qalıb sona. Və bu il qızıl final söhbəti var da. Əgər eyni xalda bitsə, averaj söhbəti yoxdur. Hər iki komanda arasında son bir oyun keçirilir və həmin oyunun qalibi çempion olur. Averaj olsaydı yenə 2 də oyun olardı, heç olub olsun. Hə. Bir məsələ var ki, axırıncı dəfə bu 1964-cü ildə belə bir söhbət baş verib. Və son, yəni liderliyi Bologna ilə Inter arasında bir görüş keçirir və Inter Bologna'ya məğlub olub həmin oyunda. İndi də Bologna'ya məğlub oldu və liderlik postunu şərif kabusdur ümumiyyətlə Inter. Bologna 22-ci ildə Milanla Inter söhbəti gedəndə, yəni bir hal qabaqdaydı. Orada Inter bir dənə geridən qalan oyun var idi və neçə ayda oynanmayıb oyun. Sonra aprelə salmışdılar deyəsən, 5-6 tur qalmış. Getdi Milan Bologna Interlə oyuna. 1-0 Inter durdu, Peric dəsə vurmuş 2 dəqiqə. Sonra Arnautovic vurdu 1-1. Sonra da öz qapıçılar öz qapısını Milana vurdu. 2-1 uduzdu və ondan sonra Milan bütün onları utdu, Inter də bütün onları utdu, amma 2 xal geridə idi Milandan. Yenə də Bologna badalıq vurdu. O da Bologna çox belə bir komandadır Inter üçün. Və ümumiyyətlə Bologna bu mövsüm çox super oynayır. Çox möhtəşəm oyunları var. Napoli-lə sürüyürdü Bologna. Orada 1-1 qutardı, amma yəni orada Napoli bir şey göstərmədi. Bologna udmalıydı orada. Murat, mən baxırdım şeydə, ümumiyyətlə Çempionlar Liqası başlayanda Bologna-ya inanırdım. Bu Çempionlar Liqası çox zəif oynayırdılar. Və elə bir mən fikirləşirdim ki, Mottadan sonra Bologna çökəcək də. İtalyan təzəcə gəlib. Aysa, amma İtalyan ritmini tutmağı. İtalyan bu çuxurdan çıxır, yavaş çıxıb namiq oldu Reskibilədə. Orada Doyede, şeydi, Dalinga, Malinga zat. Normal yəni şeylər var. Normal bir dənə oyunçuları var. Normal də oyun göstərirlər. Yəni Bologna super komandadır bu dəqiqə. Oynayan komandadır. Yetimlərin də yenə hamısı gələcəklər təbii. Getməyəcək qalacaq. Getməyilər bilmirəm, qalanlar barədə İngiltərə mətbuatına çıxıb ki, Bologna şeylə maraqlanır. Rasmus Højlundla. Bologna Rasmus Højlund maraqlanır. Rasmus Højlundun maaşı Bologna'nın büdcetidir. Bilmirəm nə günlə. Amma sona 5 oyun qalıb İtaliyada. Və Interlə Napoli bərabər Milandı. Yəni Atalanta qayıtdı qısası. Interlə Napolinin növbəti son 5 oyununu oxuyum. Burada bir qənaətə gələk ki, reysdə kim önə çıxa bilər. Ondan sonra keçərik Milan Atalanta oyununa. Interdə son növbəti oyun. Roma'ya qarşıdır, Napolidə də Torino'ya qarşı. Deməli, Interin növbəti 5 oyunu evdə Roma, sonra evdə Verona, sonra Torino səfərinə gedir, sonra evdə Lazio, sonra da Como səfəri var. Son oyunu Como ilə oynayır. Ligada çətin oyun. Səndim. Çünki Roma ümumiyyətlə bir 12-13 tur uduzmur. Yəni İtaliyada. Como uduzacaq. Ha? Como Interə oyun verəcək. Niyə versin? Daşa bərabər olsa da. Como Lic bir Napoli çempion olmasın. Niyə? İstəmirlər də. Məncə Como əksinə şeydir. İstəmirlər yoxsa istəmirsən? Napoli kimdəndir? Napoli növbəti 5 oyununu oxuyuram. Evdə Torino, səfərdə Lecce, sonra evdə Genoa, sonra səfərdə Parma, sonra da evdə Cagliari. Çox iyi.
deyirəm, Çox Napoli rahat, qrafiki çox daha rahat. asandır. Bir də orada çətin ola bilər, Parma səfəridir, Genoa ola Yəni bilər. Atalantanın qrafikana baxıram. Sıt kimi çempion Atalanta olacaq Sən bura. Atalantanın qrafikinə baxanda Ələkbər abi də Atalanta Milan oyunundan danışsan. Milan bax. yenə uduzdu. Danış. Ha, uduz yəni sən Amma Atalanta əsas burada Atalanta reysə gəlməyi belə də. deyim də, o çox belə sönük oyun idi. Yəni adi bir səhv, adi bir gol. O görsəniz gələ bir görəcək Milanda bir dənə oyun qalıb kubok oyunu Interə qarşı. Yəni onu Ona utsa kökləniblər. final çıxarda da Bolonyaya soracağam çünki Bolon birinci oyunda Empoli utdu. Amma Milan Interə utsa çıxsa finala, okey. Sezonun son bir oyuna hazırlıq görmək olar. Amma orada da uduzsa indi belə Interə, yəni Ha sezon getdi. qardaşım Atalanta çempiondur. Ha, kimdir? Hele kim olsa Roma, Genoa, Parma. Ha, Roma Yox, Genoa. mən- Roma. rahat- Yəni Rahat Roma qrafik da. deyil o qədər. Amma Napoli ilə bir pis məsələ var müzəyiyə ki, gedir. bu dəqiqə Çempionlar Liqasında yarımfinal qalan klublardan bir dənə Arsenal çıxsaq, qalan hər üç klubun treble eləmə şansı var. Bu da maraqlı bir şeydir. Olar. Ki PSG onsuz da liqanı utdu. Ha. O, Kuboku da utdu. Barcelona liqada lider gedir. Kubok finalındadır, Çempionlar Liqası yarım finalındadır. Inter də indi yenə də rəqabətdədir. Indi söz. zarafatsız. Var. Maraqlı treble Var. Və yavaş-yavaş keçək üzü İngiltərəyə, düzdür? Arsenal orada. Əminəm. Arsenal təşəkkür edirəm bir Manchester United azarkeşi kimi. Çünki Arsenal Ipswich üzərində qələbəsindən Valla sonra çox sağ olun. Parlaq Bir qələbə. West Ham'a keçi kimi mən də təşəkkür edirəm Manchester ki. United, West Ham və Tottenham'in liqada qalma söhbəti garantiləndi. Kısaca Murat, gördün o dəfə dedim ya, Wolverhampton keçəcək bizi. Deyəsən keçəcək bizi. Wolves babat oynayır, 6 dənə dalbada gəldi. Deməli, belə bir statistika var Wolverhamptonla bağlı. 1970-ci ildən 70-ci ildən bu günə kimi ilk dəfə ard-arda 5 oyun udublar Premier Liqada. Beş? Bəli, Manchester United də Old Traffordda məğlub elədilər. Və Manchester United oyunun sonlarında fikir verdisə, Ruben Amorimlə Matheus Cunha az qala sevişməyə başlayırdılar. Çünki yayda Matheus Cunha'nın Gəlir. Manchester United transferi artıq tamam O, oldu. mən Amorimin intervyularına ölürəm də. Çox gözəl intervyular verir. Çox belə deyir. Biraz mən bilsən də xatırla Klopp. Hə. Kloppun intervyularını Belə, xatırla. belə deyir. Siz əgər nəyisə gözləyirsə, heç nəyi gözləmirsiniz. Sezon Axırı kimi belə hə, olacaq. hə, hə. Dedim valla bu da Və- pik cavabdır da alada. Və bir məsələ var ki, sən nəzəriyyəvi də %100 təsdiqlədi bu oyunda. Federico deyə bir cavan uşaq çıxartmışdı müdafiədə ki, Lindelöfdən də Yoradan da daha yaxşı oynayırdı. Yəni dedi ki, Premier Liqada elə bir şey yoxdur. Yəni budur. Amma Nəticə qırğın oyunlar gedir 4-5 arasında. Hə. Və deyir Yəni nəticə gözləyirsə United-də Bugün də yəni oyun var. minimum 7-8 Sekiz transferdən sonra nəticə gözləyə bilərsən. Amma Hə. Matheus Cunha transferində belə bir söhbət var ki, 62.5 milyon pound transfer məbləği var. O ki mən Cunha-nı çox bəyənirəm. Həqiqətən çox yaxşı oynayır və Amorimin sistemində də yaxşı iş görər. Garnaçonu tələsələr rahat olur. Garnaço onsuz Napoli alır. Ümumiyyətlə United hələ də Amma bir məsələ var ki, Cunha-nı alsa və birdən-birə də yəni Messi deyil, Cristiano Ronaldo deyil ki, böyük effekt versin. Bu 62.5 milyon pound qorxuram ki, onun belini bükər. Çünki Kunyan böyük məbləğ Kunyan mənədir. kaypı bir sənədir. Bura Kunyan Luboy mövqedə oynaya bilər. Və təsəvvür sən Osimhen söhbət də gedir. Osimhen alıb 9 nömrəyə çıxsan, arxasında da Cunha ilə Amot Diallo. Onların arxasında da İstanbulda zoram da, xoşuma gəlir. yox, şəxsi razılığı gələ bilər. Menecerinə. Sadəcə Napoli ilə United Osimhen arasında belə danışılır. Bir dənə də qəşəng söhbət var idi. Biz bura gələndə Burnley ilə Leeds də qalxdı Premier Liqaya. Burnley. Bu söhbətin üstünə Şon Daşın bir ay səhv eləmirəmsə Talk Sportda bir dənə podkastda söhbət eləyib. Görmüsüz onu? Tezəldən trendə düşüb. Açıqlama verib ki, mən 9 milyon xərcləyib 33 xalla düşdüm Burnley ilə aşağı liqaya. Vincent Kompany 127 milyon xərcləyib 24 xalla düşdü. O Bavariyaya getdi. Deyir, mən heç bir təklif gəlmədi. Deyir, mən başa düşə bilmirəm. Deyir, niyə belə olur? Yəni şunda heç məşqçi deyildi burada. Yəni də. Paul İngiltərənin Championship'da belə Bolton kimi bir Həm də- komanda. Hayır, orada ha Championship'də zordur. də. Ha. O gediblər Burnley ilə 7-ci yer tutanda da Burnley rekordu var da. 7-ci şondaşla. Avropa liqasına düşüblər. Allah, belə sən İngiltərə Premier Liqasının komandasısan da. Özdə mənə Burnley-də çatmadı. Burnley-nin yəni rəhbərliyi zət mənə çatmadı. Allah Burnley-də bir dəfə də olsun oyunçu oynamayıb ki Burnley-də. Yəni hansı bir istedad deyəsən, məsəl üçün Leeds kimi salırdı. Gördün onu məsələn. Belə də. Məsəl üçün Leeds-dən Rafinha çıxdı, nə də olsa, Danizanədən Benford var idi Leeds-də. Bu Burnley-də İndi də var da. elə bil ancaq dravaseklər oynayırdı da. Yəni Barnes, belə
oyuncularda. Tam sondaj futbolçuları da, tam başqa sondaj. başqa məşqə lazım Bəli, deyil o bunlar. vaxt Liverpool 97 xanın ikinci olanda o City Burnley oyunu var idi. Barnes da bəlkə Liverpool fanatıdır uşaqlıqda. Dedi ki, mən çalışacağam ki, Liverpool klubumu çempion eləyim zadı. Səncə oynayırdı Barnes. Yəni top meydançaya ştrafnaya düşürdü. Topu prosto vururdu da. Orada bir moment vardı yanında da oyun. Orada bir moment var, top tullanır. Barnes bir dəfə topu vura bilmir, top tullanır bu tərəfdə. İkinci də vuranda top buradan keçdi də belə. Yəni bu oyuncu ilə bu 7-ci yer tutublar da belə də. Yəni prosta başqa futbol oynaya bilmir də sondaj. Ancaq bu. Bir də odur. Bir o, bir də Sam Allardyce. Amma Sam Allardyce bilmirəm niyə belə oldu. Çünki Boltonlu Sam Allardyce başqa futbol oynayır. JJ Okocha, Hacı Diouf, Midos, Normal, Amerikada. Anelka, Campos, Mampos. Prosta sonradan keçdi West Ham'a başladı belə 19-cu əsrin futbolunu oynamağa da. Ümumiyyətlə sondajda o adını çəkdiyim məqsədi bunlar o 90-cı illərdə klassikləşmiş Britaniya futbolunun son təmsilçiləridir. Hə, çünki pulu olmayan klublarla, yəni hansı nailiyyətlər maksimum və maksimum top havada qalsın da, uzun toplar. Və məsəl üçün Gary O'Neil был, очкастый тренер был Астон Вилла. Adı neydi o? Это да, который был в сборной. İrlandiyanın sbornasında. Adı neydi? Кто-то oynayır. Martin oynayır. Martin O'Neill. O Martin O'Neill çox bomba məşqçi idi. Aston Villa dövründə də çox bomba məşqçi idi. Hələ söhbət 2007-dən, 2008-dən gedir, o illərdən gedir. Prosta o sırf futbol oynamaq istəyirdi və rezultat vermirdi. Yəni hə düzdür, 1-2 dəfə 5-ci yerdə tutmuşdular Aston Villa-dan, amma rezultat vermirdi və İngiltərədə hamı ortabab klubların problemi odur da. Sıraz deyirlər ki, yox, bas bayraq. Yəni mən 15-ci yer tutmusansa, hala sən bir gözdə də futbol oynayır axı komanda, gözdə. Amma Dayç kimi məşqçilər gəlirlər 10-cu yer tuturlar. Nə bilim Burnley-lə. Ay belə bombasan. Burnley üçün bombadır da. Hala bildiyim o başqa kluba gedir. Orada Manchester United getsə yenə 10-cu yer tutacaq da. O 10-cu yer son Dayç yazıldı üstündə. Son Dayç. Ümumiyyətlə o tip məşqçilər yəni sadəcə bu təbii ki, Kloppa kompaniya atdığı söhbət mənasızdır. Onun Bavariyaya getmək səbəbi əslində kompaniyanın bir fikrinin olmasıdır da. Şu an daha məşqçi kimi heç bir vizyon, bir fikir olmuyor baxı. Yəni sən bunda xayfı başqadır. Kompaniya baxmadı. Pepin tələbəsidir. Plus kompaniya Burnley ilə girəndə 100 neçə xal yığıb da, 100 neçə xal yığıb Burnley-yə girmişdi. Rekord qırmış. Aşağıda. Şeydə Premier Liqada indi belə bir şey yaranıb da. Həmişə eyni komandalar qalxır, eyni komandalar düşür. Yəni qalxanlar düşür. Amma gələn il üçün bilsən də düzəldilər o söhbəti. Neynirlər? O limiti qoyurlar, transfer limiti qoyurlar. Transfer limiti gəlir. Bir də söhbət gəzir ki, Alman sistemini eləmək istəyirlər. 3-cü yerdən. Hə, 3-cü yer burdan və 17-ci yer burdan bir-birini oynayacaqlar. Bunlar onsuz çempionşup, onsuz bu play-off teması var. Ümumiyyətlə Premier Liqanın son bu hadisədən etibarən başladı da Klopp Pep söhbətindən. İlkin etapda Klopp Pep rəqabəti çox yaxşı idi, amma bir yerdən sonra komandalar bir-birlərini o qədər tanıdı ki, onların oyunlarda tıxandı və elə bir İngiltərədə bir rəqabət var, amma əslində bir rəqabətsizlik var da. Yəni 1-2 bilirsən qaranti kimdir, 4-8 arası bilirsən qaranti kimdir. Onun üçün bir sıxıcılıq var və onu artıq dəyişmək istəyirlər. Köhnə top 4 söhbət illəri var idi Premier Liqanın 2006-2012 arası o sistemə qaytarmaq istəyirlər və əl altdan da bir-iki veriliş əvvəl demişdim, əl altdan da bəzi klublara dəstək verəcəklər ki, rəqabətə qayıtsın. Bu qədər məndən heç kimi İngiltərə fanatları inciməsin. Mən özüm gördüyünüz kimi West Ham fanatıyam. Amma İngiltərə klublarından pulları çıxart və o fransız liqadan zəif bir liqadır hal-hazırda. Hal-hazırda elə futbol baxımından və digər liqalar hansılar ki belə marketinq, baxışdan və reklamdan gəlir əldə etmək tərəfindən Premier Liqadan geridə qalırlar, La Liqasıdır, seriyasıdır. Onların unutduqları bir şey var ki, Premier Liqa marketinq, bir də televiziya işləmə stilistikası fərqlidir. Adi oyunları çəkmə, kameraları stadionlarda yerləşdirmə, stadionların tikilmə strukturları, bunlar çox fərqlidir. Premier Liqa eləyən söhbət budur. Yoxsa marketinqdir. Marketinqdir. O baxımdan əslində La Liqa və ya Serie A biraz daha öz üstündə işləsələr, Premier Liqanı rəqabət aparırlar ki, Ronaldo və Messi'nin Barcelona Real'da oynadığı dövrdə La Liqanın o marketinq dəyəri qalxmışdı və başa-baş gedirdi əslində. Premier Liqa nəsə eləməlidir ki, çünki çox maraqsız oldu. Liverpool indi formadadır və 10 neçə xal fərq var ikinci yerdən. Arsenal çünki Laşpet kimi oynayır. Hələ Liverpool sağa-sola xalları eləməsəydi, xərcləməsəydi çoxdan bitmişdi. Arsenal da yıxsaydı o xalları. Mən deyəndə problem bax budur da, brat, bilməyiş. Yəni Arsenal dəsində o Premier Liq bir səncə oynayır, brat. Zapas oynayır. Kimin zapası daha çoxdur? O da oynayırlı bomba kimi. City bu belə mövsümdən sonra City heç vaxt qayıda bilməzdi.
Amma City getdi sразу Marmuş aldı, Sabin aldı, bunu Yəni düzəltdilər. növbəti mövsümün yenidən qurmasını bu mövsümün ortasında elədi. Uca həllədi bunu. Amma misal üçün bir 15 il bundan qabaq eyni olsun Guardiola olsun da. Yəni bu komandanın başını yıxa bilməzdi bura. Mümkün Yəni olmazdı. Manchester bunu United eləmək. aqibəti olardı. Necə ki o 4-cü yer tutmuşdu Leicester'ın sezonunda. O idi Leicester. Həm 4-cü Pepin Pepin ilk mövsümü. Komandanın başını yığa bilməmiş. Çünki o qədər pul verməmişdilər bəlkə də. Gözləyirdilər nəsə eləsin. Amma başını yığa bilmədi, 4-cü yer tutdu. Halbuki Leicester, Tottenham, Arsenal qabaqda idilər. Yəni yaxşı rəqiblər deyillər. Arsenal nümunəsində də gəlsək, Arsenal həqiqətən yaxşı futbol oynayır. Mən o baxımdan düzdür, müəyyən Kadro yoxdur bura. müəyyən oyunlarda mənasız xallar itirdilər. Amma məncə transfer və oyundan əlavə Arsenal çempionluq ən azından yarışına belə girmək istəsə, mentallıq tərəfdən də nəyisə dəyişməlidir. Yox, mentallıq var bura. Mən oyunla razı deyiləm. Winner mentallığı yoxdur Arsenalın. Bax bir dənə. Yəni biz Arteta atıram Çempionlar Liqasını alsa, gələn mövsüm Premyer Liqada Arsenalı %100 çempionluğa namizədlərdən 1-2 saya bilərəm. Çünki ən azından bir kubok alıb gəlib artıq. Olsa. İsak gəlsə çempiondur. Ay xey. Mən burada sizə deyirəm. Amma Bir dənə qulaq son asın. söz kimi yaxşı istəyəndən sonra mən də bir Bax dənə Lewandowski Barselonada. Lewandowski'nin qollarına baxsaz, Lewandowski qolların yarısını hansı oyunlarda vurub? 1-0, 2-1. O vacib qol. vacib qollar var. O vacib qol vurmaq üçün, yəni sən nə qədər taktik eləyirsən, vacib qolu Bir də bam 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 eləyən lazımdır. vacib qolu itələyirlər. Və bu itələyən oyunçu yoxdur. Sənin hücumçun Xavesdirsə, vacib qolları gözləmir. yoxdur indi. Xavest də yox. Görsə Xavestsiz indi oynayırlar. Amma Ipswich-lə rezultat qazana bildilər. Real'la rezultat qazana bildilər. Çünki Real özü biraz çaşbaş qaldı da. Sallantıda. O 3-0-dan sonra Yaxşı biraz bir- özünə gələ bilmədilər də, o söhbət var. Amma o hücumçu olmasa, yəni o hücumçu olsa misal üçün Arsenal West Ham-dan xal itirməzdi. Arsenal Ipswich-lə deyirəm. Yox, Ipswich-lə xal itirməmişdi. Arsenal nə bilim, Mənasız xal xal itirməzdi itirməzdi. də. Aston Villa-la xal itirməzdi. Çünki bütün bu oyunlarda Arsenallardan yaxşı idi. Sadəcə o Tamamlayıcı topu nöqtə yox. qapıya soxan, vuran yox, imенно soxan lazımdır Arsenal. O da soxan yoxdur. Və dünən çıxıb İngiltərə mətbuatında bu xəbər, Arsenalın yayda 3 dənə transfer hədəfi var. Nico Williams, Zubimendi, Viktor Gyökeres. İsak da var. İsak Liverpool Gökeriş United-da. Sən də İsakı Liverpool görsə. Ha, yox, yox. Nəysə bunu zaman göstərər. İsak Liverpool keçsə Liverpool yeni çempion olacaq. Məncə Liverpool keçəcək İsak. Yəni Çempionlar Liqasına Artıq düşsələr, Çempionlar Liqasına düşsələr, məncə Newcastle saxlayacaq İsak. Arteta. Göndərməyəcək. Bunları amma zaman göstərəcək. Nəticələrinə gələn mövsüm burada Qərb Ekspresində bir yerdə baxarıq. Amma bu buraxılışlıq sağollaşaq. Öpürəm sizləri. Gələn görüşlərə dək. Özünüzə yaxşı baxın. Sağ olun.